Hamıya salamlar. Bu günlərim sizi Lego Essential Robotexnika dərsi ilə tanış edəcəyik. Robotexnika dərsi 5-12 yaş şagirdlər üçün nəzərdə tutulmuşdur. Gəlin baxalım görək dərsdə nələr daxildir. Plastik qutumuzu açırıq. Cover vərəqi adlanan bu vərəqdə dərsdə komponentləri necə yerləşdirməli olduğunu göstərən işarələr verilmişdir. Daha sonra qarşımıza plastik qutular çıxır ki, bu qutularda komponentləri yerləşdirə bilərsiniz. Stikerlərdən istifadə edərək komponentlərin hansı qutuya yerləşəcəyini tapmaq olar. Gəlin birlikdə komponentləri nəzərdən keçirək. Hər bir komponent müxtəlif rəng biçimlərinə görə bir-birindən fərqlənir. Bu paketlərin sayı 8-dir. Bundan başqa motor və dirəklərin verildiyi bir ədəd ehtiyat paketimiz var. İki ədədsə proyektlər üzərində qura biləcəyiniz lövhə verilmişdir. Hissələrin iflas etmə ehtimalında sizin üçün Lego tərəfindən ehtiyat hissələr qutusu göndərilmişdir. İndi isə gəlin proqramlaşdırıla bilən hissələrə nəzər yetirək. Proqramlaşdırıla bilən beyin, layihələrinizə hərəkətlilik qatacaq 2 ədəd motor, rəng və məsafəni təyin etməyə kömək edən kamera və müxtəlif işıqlar özündə əks elətdirə bilən 9 hissəli işıq. Lego Essential dəsti haqqında bu qədər. İzlədiyiniz üçün təşəkkür edirik.